qeyd edeyim, çox mühümdür. Yəni bizim başımıza belə bir hadisə gəldiyinə görə yəqin ki problem ola bilər ki, olub. Yəni bunu mən qeyd edeyim. Belə bir şey təsəvvür edək, bu tavandır, patologdur. Biz bura stiklaxos vururuq. Yəni məsəl üçün 3D kağızlar var, daha boy kağızlar, onlardan vururuq. Deyək ki, belə bir şey. Ya kleylə, ya da bunun öz şpapilovkası var, ya kleylə. Yəni, deyək bu kleydir bizdə. Bunu gördük. Aboyu çəkdik. Aboyu vurduq. Bu aboyu vurduq. Patologda yandan təzədən aboy vurmalıyıq. Bunu qoyuruq bunun üstünə. Üstünə qoyub kəsirlər. Meyvələr çox həll edilir. Biz də belə həll edirdik. Üstünə qoyuruq. Bu patologu bu formada kəsildik. Nə olurdu? Altdakı alçıpan da kəsilirdi. Nə qədər yəni ehtiyatla da kəssən, alçıpan zədələnir. Deyək ki, alçıpan zədələndi. Alçıpan zədələnəndən sonra patologda bir balaca tərpənişdə nə olur? Fikir verdiniz, bu belə bir vəziyyət alınır. İndi bunun üstündən 10 dəfə də üzdüyü çəkin, xırda tərpənişdə sat bilinəcək. Yəni, buna diqqət yetirin. Biz bu belə bir hal yaşanmasın deyə aboyları bir-birinin sıx-sıxa qoyuruq. Onsuz da 2 sıra üzdüyü çəkdiyimizə görə şərt deyir ki, idealını qoyaq. Milli zazor da qalsa, problem yoxdur.